Salam uşaqlar, bugün sizinlə həqiqi ədədlər mövzusunun izahına baxacağıq. Gəlin keçək izaha. Bu arada izahların daha çox gəlməsi üçün yorumlarda fikir bildirməyi də unutmayın. Eləcə də mövzu izahından əlavə Telegram kanalında biz testlər də paylaşırıq. Həm qəbula düşmüş, buraxılışa düşmüş suallar həmin mövzuya aid. Üstəgəl həmin mövzuya aid mövzu sınaqları da paylaşırıq yetəri qədər ki, siz onu işləyəsiniz və mövzunu daha yaxşı, aydın başa düşəsiniz. Çalışdığımız qədərilə həmin mövzuların, testlərin cavablarını da qeyd edirik ki, siz yazıb bitirəndən sonra həmin cavablarla yoxlaya biləsiniz. Telegram linki isə yorumlarda qoyacağam, oradan daxil olub belə desək, əldə edə bilərsiniz testlər. Gəlin keçək mövzuya. Həqiqi ədədlər nədir? Ümumiyyətlə, həqiqi ədədlər müəyyən bir ədədlər kütləsindən düzəlir. Məsəl üçün, yəni nəyi nəzərdə tuturuq? Biz ilk öncə keçmişik natural ədədləri. Natural ədədlər biz böyük N hərfi ilə işarə edirdik və natural ədədlər 1, 2, 3 və sair sonsuz idi. Natural ədədlər nə idi? Sayı üçün istifadə etdiyimiz ədədlər. Sonra biz natural ədədlər bölməsini biraz genişləndirib deyəcəyik tam ədədlər. Tam ədədlər nədir? Natural ədədlər, onların əksi və sıfır birlikdə nə əmələ gətirir? Tam ədədlər. Yəni, bəzən mənfi ədədlər də deyirlər. Deməli, tam ədədlər biz işarə eləyəcəyik böyük Z hərfi ilə. Tam ədədlər olacaq sonsuzluqdan, mənfi sonsuzluqdan olacaq mənfi 3, mənfi 2, mənfi 1, sonra 0, sonra 1, 2, 3 və müsbət sonsuzluq. Bunlara nə deyəcəyik bu ədədlərə? Tam ədədlər deyəcəyik. Natural ədədlər, onların əksi, yəni mənfi ədədlər, bir də 0 nədir? Tam ədəd sayılacaq. Sonra tam ədədlərdən sonra bizdə gələcək rasional ədədlər. Rasional ədədlər nədir? Rasional ədədlər isə ondan ibarətdir ki, rasional ədədlər böyük Q hərfi ilə işarə olunur. Deməli, rasional ədədlər, ilk öncə burada yazım. Deməli, N daxil olacaq natural ədədə, M daxil olacaq tam ədədə, N-də M şəklində göstərilə bilən ədədlərə, ixtisar olmayan N-də M şəklində göstərilə bilən ədədlərə, kəsilərə rasional ədədlər deyəcəyik. Məsəl üçün, ola bilər mənfi 5-də 2 və s. ola bilər mənfi 3-də 1 və s. sonsuz nümunə yaza bilərik. Yəni, rasional ədədlər deyəndə elə ağlınıza ilk olaraq kəsir gəlsin. Və yaxud da buna 2-də 1 də aid ola bilər, 3-də 1 də aid ola bilər, müsbət də ola bilər, mənfi də ola bilər. Bunu fərq etməz. Sonra rasional ədədlər haqqında daha geniş açılışım birazdan deyəcəm. Rasional ədədlər haqqında bu qədər. Yəni, N-də M şəklində olmalıdır. Burada N natural ədəddir, M tam ədəddir. Mənfi 3-də 1, gəlin bir dənə müsbətini də yazaq. Məsəl üçün, 2-də 1 və s. sonsuz dediyimiz kimi nümunə çəkə bilərik. Sonra keçəcək biz nəyə? İrrasional ədədlərə. İrrasional ədədlər nədir? İrrasional ədədlər sonu olmayan sonsuz dövrü onluq kəsirlərdir. Bunu adi və onluq kəsirlərdə keçən zaman qeyd etmişdik. Sonu olmayan sonsuz dövrü onluq kəsirlər irrasional ədədlər olacaq. İrrasional ədədlər isə böyük I hərfi ilə işarə edirik. Məsəl üçün, ola bilər pi ədədi, Y ədədi. Buradaca bunlar belə alt-alta yazaq. Pi təqribən bərabər neçəyə? 3,14 və davam edir. Sonu yoxdur, amma dövrü olaraq neyir? Davam edir. Amma hər hansısa bir dövrü yoxdur. Məsəl üçün, biz dövrü olanda neyirdik? Məsələn, 3 dövr eləyəndə mötərizədə yazırdıq. Məsələn, dövrdə 3. Yəni, biz bilirdik ki, 3 davam edir də. Amma burada dövr yoxdur. Sonsuzluğa doğru gedir, amma dövr eləmir. Məsələn, 1, 4, 7, 8, 6 bu şəkildə davam edir. Y ədədi də təqribən bərabərdir. Sabitdir bunlar. 2,72 və s. yenə neyir? Dövr edir. Yəni, sonsuza qədər gedir, amma dövrü yoxdur. Sonra Y ədədi, məsələn, sonra kök altında 2 və yaxud da kök altında 5. Bunların hər biri nədir? İrrasional ədədlərdir. Yəni, dövrü olmayan sonsuz dövrü onluq kəsirlərdir. Bunlar da oldu irrasional ədədlər. Sonra keçək biz nəyi qeyd eləyək? Həqiqi ədədləri qeyd eləyək. Həqiqi ədədlər, baxın burada çəkim. Baxın, biz birinci dedik natural ədədlər. Buraya yazıram natural ədədlər. Sonra biraz genişlətdik tam ədədlərə. Burada yazıram tam ədədlər, yəni Z. Sonra tam ədədlərdə biraz genişlətdik. Nə gəldi bizdə? Rasional ədədlər, yəni Q. Sonra biz biraz da genişlətdik. İrrasional ədədləri aldıq. Burada yazıram. İndi
burada diqqətli olaq. Natural ədədlər tam ədədlərin alt çoxluğudur. Tam ədədlərdə rasional ədədlərin alt çoxluğudur. Baxın, burada da yazıram, qeyd edirəm. Deməli, buradan yazıram n alt çoxluqdur z, o da alt çoxluqdur q. Deməli, yadda saxlayaq, natural ədədlər tam ədədlərin alt çoxluğudur, tam ədədlər də rasional ədədlərin alt çoxluğudur. Yəni, biz natural ədədlərdə götürdüyümüz 1, 2, 3, 4, elə bunlar həm tam ədədlərdir, həm də rasional ədədlərdir. Aydındır? Və yaxud da tam ədədlərdə mən götürdüyüm, məsələn, -1, 0, -2, -10, bunlar həm tam ədədlərdir, eyni zamanda rasional ədədlərə də daxildir. Eyni zamanda, yəni, rasional ədəd kimi də götürə bilərik. Ona görə baxın, bir-birinin daxilində, bir-birinin alt çoxluğu deyə, bir-birinin içərisində yazdıq. Bəs yaxşı, irrasional ədədləri niyə ayrıca yazdıq? Çünki irrasional ədədlər nə natural ədədlərə, nə tam ədədlərə, nə də rasional ədədlərə heç birinə aid deyil. Elə bil irrasional ədədlərin, belə desək, ayrıca öz dünyası var. O irrasional ədədlərin bu ədədlərlə, tam, natural, rasional ədədlərlə heç bir əlaqəsi yox. Bunun ayrıca dünyası var, bu ayrıca yaşayır. Və bunlar bir yerlikdə birləşir. Qırmızı ilə çıxır. Bunlar bir yerlikdə birləşir, bircə. Bunlar belə ayrı. Yəni, irrasional ayrıdır, ədədlər ayrı. Bunlar bir yerlikdə birləşir, nə əmələ gətirir? Həqiqi ədədlər. Burada yazırım. Həqiqi ədədlər. Həqiqi ədədlərdə biz işarə eləyəcək nə ilə? Böyük R-ni. Burada yazaq. İçərisini yazmaq, buradan yazaq. Həqiqi ədədlərdə işarə olacaq böyük R-ni. Deməli, bizim həqiqi ədədlərimiz nədir? Tam ədədlər, natural ədədlər, tam ədədlər, rasional ədədlər və irrasional ədədlər bir yerlikdə nə əmələ gətirir? Həqiqi ədədləri əmələ gətirir. Keçək. Sonra biz nə haqqında danışaq? Buradan xəttimizi çəkək. Sonra deməli, bizdə gəlir rasional ədədlər üzərində əməllərdən danışaq. Məsələn, rasional ədədlərin, rasional ədədin cəmi, hasili, nisbəti, bunların hər biri çıxılması, toplanması, vurulması, bölünməsi, yəni nisbəti, hər biri rasional ədəddir. Sonra irrasional ədədlə rasional ədədin cəmi, hasili, nisbəti, çıxılması, yəni fərqi, bunlar ancaq irrasional olacaq. İrrasional ədədlə irrasional ədədin fərqi, cəmi, sonra hasili və nisbəti irrasional ola da bilər, rasional da ola bilər. Bax, burada qarışdırmayın. Deməli, rasionalla rasional, bax, buradan yazaq. Rasionalla rasional, buradan yazıram. Rasional, üstə gələk, çıxması, sonra vurulmasını belə yazaq, bir də bölünməsi. Rasionalla rasional bizə hər zaman nə verəcək? Rasional verəcək. Sonra buradan yazıram. Rasional, irrasional, sonra irrasionalla deməli, cəmi, fərqi, hasili və bölünməsi. İrrasionalla irrasionalın yekun nəticəsi bizdə yenə irrasional olacaq, amma irrasionalla rasionalın və yaxud da rasionalla irrasionalın fərqi eləməz. Biz düz qeyd eləmədik. Burada düz qeyd eləmək. İrrasional ola da bilər. Rasional da ola bilər. Yəni, hər ikisi ola bilər. Amma irrasionaldan rasionalın cəmi, fərqi, hasili, bölünməsi hər zaman nədir? İrrasional olacaq. Rasional, rasional, rasional verir. İrrasionalla irrasional, irrasional da ola bilər, rasional da ola bilər. İrrasionalla rasional ancaq bizə nə verəcək? İrrasional ədədlər verəcəkdir. Bu da oldu rasionalla irrasional ədədlər arasında əməllər. Sonra biz keçək ədəd oxuna. Ədəd oxunda, deməli, ədəd oxu ümumiyyətlə nədir? Birinci onu qeyd edir. Ədəd oxu, belə desək, istiqamətlənmiş, yəni istiqaməti olmalıdır. Sonra bərabər vahidlərdən ibarət olan düz xətt parçasına dəyəcək. Yəni, həm istiqamət olmalıdır, buradan yazırım, baxın, çəkirəm da doğrusu, ədəd oxunu. Həm istiqaməti olmalıdır, bərabər vahidlərə bölünməlidir. Yəni, bir vahid də ola bilər, iki vahid də arta bilər. Biz buna nə deyəcək bu düz xəttə? Ədəd oxu deyəcək. Ədəd oxu buradan yazaq 0, 1, 2, 3 və s. yenə artır. Bu tərəfə sola isə -1, -2, -3 yenə getdikcə azalır. Yəni kiçilir -4, -5 və s. Deməli, ədəd oxu üzərində biz müqayisədən danışaq. Ümumiyyətlə, unutmayın ki, ədəd oxu üzərində hər sağdakı ədəd soldakı ədəddən böyükdür. Məsəl üçün, biz burada götürsək 1, özündən soldakı ədədlərdə nədir? Böyükdür.
Məsəl üçün, artıq mən buradan 3-ü götürsəm, bu səfər 3 özündən soldakı ədədlərdən böyük olacaq. Məsələn, 2-dən, 1-dən, 0-dan, -1-dən, -2-dən və s. hamısından böyük olacaq. Və yaxud da -1-i götürsək, -1 özündən soldakı ədədlərdən böyük, amma özündən sağdakı ədədlərdən nə olacaq? Kiçik olacaq. Eyni ilə bu, bütün ədədlərə aiddir. Sonra ədəd oxunda iki nöqtə arasındakı məsafədən danışaq. Gəlin, biraz istəyirsiniz bunu uzadaq. Məsəl üçün 4 olsun, 5 olsun, 6 və 7 olsun. Tutaq ki, mənim nöqtəmin biri A nöqtəsi olsun -1-də, bir dənə də B nöqtəsi götürürəm, B nöqtəsi də olsun 6-da. Deməli, AB məsafəsini mən necə tapacam? AB məsafəsi, yadınıza saxlayın, hər zaman iki nöqtə arasındakı məsafəni tapanda böyük ədəddən kiçik ədədi çıxırıq. Yəni 6-dan çıxacaq neçəni? -1-i. O da eləcək 6 üstəcələk 1 bərabər olacaq 7. Və yaxud da tutaq ki, bir dənə buradan da C nöqtəsi götürək. C nöqtəsi də olsun 1-də. Məsəl üçün, deyirəm C ilə B nöqtələr arasındakı məsafəni tap. Yenə ən böyük neçədir? 6-dır. 6-dan çıxacam kiçiyi, yəni C-ni 1-i. 6-dan da 1 çıxanda neçə eləyəcək? 5 var. Yəni olacaq cavabımız 5. Yəni iki nöqtə arasındakı məsafəni tapmaq istəyiriksə, böyük ədəddən kiçik ədədi çıxmalıyıq. Bu da olacaq bizdə iki nöqtə arasındakı məsafə. Bir də iki nöqtə arasındakı orta nöqtəni necə tapa bilərik? Bu parçanın orta nöqtəsini necə tapa bilərik? Məsələn, elə B ilə C-yə baxsaq, məsələn, B ilə C-nin orta nöqtəsi, nə edəcəyik? Həmin koordinatları toplayıb böləcəyik 2. Yəni 1 üstəgəlsin 6 bölünsün 2. Bu eləcək 7. 7-ni də 2-yə bölündə neçə düşəcək? 3,5. Yəni, həmin orta nöqtə parçanın, BC parçasının orta nöqtəsi oldu neçə? 3,5. Bu da belə. Yəni, burada tamla alınsın, onluq kəsin alınsın, heç bir fərqi yoxdur. Yəni, orta nöqtəsi olacaq 3,5. Yəni, ədəd oxu haqqında bu qədər. Ədəd oxunda başqa elə deyiləsi bir nüans yoxdur. Biz keçək tam ədədlərin toplanması, çıxılması, fərqinə vurulması və hasil. Deməli, birinci başlayaq. Tutaq ki, müsbət ədədlə müsbət ədəd toplasaq, məsəl üçün 1 üstəgəlsin 2, nə eləyəcək? Məsələn, 3. Müsbət ədəd müsbət ədədi toplayırıq, normal şəkildə toplayıb qabağına ilə müsbət işarəsini yazırıq. İkinci olaraq, tutaq ki, biz müsbətdən müsbət çıxırıq. Müsbətdən müsbət çıxan zaman mənfi də ola bilər, müsbət də ola bilər. Yəni, məsəl üçün 5 çıxılsın 1 bərabər 4 eləyir. Amma bunların yerini tutaq ki, dəyişib 1 çıxılsın 5 neçə eləyir? Deməli, biz bu zaman nə edəcəyik? Böyük ədəddən kiçik ədəd çıxıb böyüyün işarəsini yazacaq. Yəni 5-dən çıxacaq 1 və 5-in işarəsi, yəni böyüyün işarəsi nədir? Görürsünüz, mənfidir, qarşısında mənfi var. Deməli, 5-dən 1 çıxanda 4 qalır və 5-in işarəsi mənfi olduğu üçün qarşısına da bir dənə mənfi yazılır. Olacaq -4. Sonra üçüncü, keçək. Tutaq ki, müsbət ədəddən mənfi ədəd çıxırıq və yaxud da müsbət ədəd üzərinə mənfi ədəd gəlir. Birinci onu qeyd edeyim. Məsələn, 8 üstəgəlsin neçə? -3. Yenə eyni ilə böyük ədəddən kiçik ədəd çıxıb həmin böyüyün işarəsini yazacaq. Yəni 8-dən 3 çıxanda neçə qalacaq? 5 qalacaq və böyüyün işarəsi, yəni 8-in işarəsi nədir? Müsbət. Bu arada heç nə yazılmayanda bilin ki, müsbətdir həmin işarə. Elə 5-in də işarəsi nə olacaq? Müsbət. Yəni heç nə yazmır. Yəni 8-in üzərinə mənfi 3 gəndə eləyəcək müsbət 5. Və yaxud da biz bunu bu şəkildə də yaza bilərik. Mötərizəni açarıq. Burada mənfi olduğu üçün olacaq 8 çıxılsın 3. Bu da bərabər eləyəcək neçə? Yenə müsbət 5. Yəni 8-dən 3 çıxanda yenə 5 eləyir. Sonra keçək 4-cü hala baxaq. Başqa hansı versiyalar ola bilər? Məsələn, tutaq ki, deyirəm, mənfi ədəddən, məsələn, -2-dən çıxacağım, tutaq ki, 4-ü. -2-dən 4 çıxanda nə olacaq? Artıq hər ikisinin qarşısında mənfi olduğu üçün biz elə 4 ilə 2-ni toplayıb qarşısına mənfi işarəsi yazacaq. Yəni, olacaq 4 ilə 2-ni toplayanda 6, qarşısında yazacaq nə? Mənfi. Yəni, olacaq neçə? -6. Əslində, bunu ədəd oxunda göstərmək daha asandır. Ədəd oxunda təsəvvür edirsəz, əgər qarışdırırsınızsa, sizin beyniniz qarışdırırsa, mənfi ilə müsbəti toplayanda nə olur, hansının işarəsi yazılır. O zaman ədəd oxundan rahatlıqla istifadə edə bilərsiniz. Baxa görə bizdə başqa bir versiya qaldı mı? Qalmadısa, ədəd oxunda da sizə göstərim. Deməli, mənfidən mənfi çıxdıq, sonra mənfi ilə müsbəti topladıq, sonra mənfi ilə mənfi də toplayaq. Məsəl üçün 5-ci addım. Əslində, mənfi ilə mənfi toplamaq elə mənfi ədəddən müsbət ədəd çıxmaq deməkdir. Məsəl üçün yazıram, elə bax, yuxarıdakını bax, bu şəkildə yazıram. -2 üstəgəlsin -4. Əslində, yuxarıdakı ifadə, bax, bu aşağıda yazdığım ifadəyə bərabər.
Hər iki mənfi olarsa, elə normalda natural ədədləri necə toplayırıq? Bu mənfi ədədləri də o şəkildə toplayacaq. Yəni 2 ilə 4 toplayacaq, eləcək 6. Qarşısına da həmin mənfi işarətini yazacaq. Baxın, buradan bir ədəd oxu çəkirəm. Bir dənə ədəd oxu çəkdim. Bu ədəd oxunda götürəm, bax bu misala uyğun yazıram. Götürəm mənfi 2-ni. Mənfi 2. İndi biz mənfi 2-dən nə çıxırıq? 4 çıxırıq da, elə deyil. Mənfi 2-dən 4 çıxırıqsa, ümumiyyətlə hər hansısa bir ədəddən nəsə çıxanda mənim ədədim sola doğru sürüşməlidir. Yəni bu tərəfə, mənfi tərəfə sürüşməlidir. Mənfi 2-dən indi 4 çıxırıqsa, 4 faiz bu hara gələcək? Sola. 1, 2, 3, 4. Olacaq hara düşəcək? 4 faiz. Bunların da adlarını da yazaq. Mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6. Deməli, 4 faiz mənfi 2-dən saydım. Sol tərəf hara düşdü? Mənfi 6. Deməli, cavab nə olacaq? Mənfi 6. Və yaxud da gələk bu tərəfə. Buradan da bir ədəd oxu çəkirəm. Məsələn, 8-in üzərinə mənfi 3 gəlir. Mən götürəm müsbət 8, 7, 6, 5, 4, 3, bəs eləyir bu qədər, bir dənə 0 götürək. Deməli, 8-in üzərinə gəlirəm, mənfi 3, yəni 8-dən 3 çıxıram da. Çıxıramsa, hansı tərəfə getməlidir? Sol tərəfə. Deməli, 8-dən 3 var, sola doğru sayırım. 1, 2, 3. Hara düşdü? 5. Elə biz də bayaq cavabı nə tapmışıq? 5 tapmışıq. Baxın, ədəd oxunda təsəvvür edən zaman asan olur. İndi bəlkə də hansısa uşaqlara yenə çətin gələr. Artıq orada qaydanı bilmək lazımdır məcburən. Yox, əgər çətinliyiniz varsa, ədəd oxunda da təsəvvür edərsiniz. Mənim ədədim mənfiyə mi doğru gedir? Yəni işarəsi mənfi mi olacaq, yoxsa müsbət mi olacaq? Bu şəkildə beyninizdə asanlıqla tapa bilərsiniz. Bu da belə. Məsəl üçün, burada bir dənə nümunə çəkək. Məsələn, 1-dən çıxırıq 5. Deməli, tutaq götürəm 1, burası 0. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Deməli, 1-dən 5 çıxıramsa, 1-dən 5 faiz hansı tərəfə gedəcək? Sol tərəfə. Olacaq 1, 2, 3, 4, 5. Gördünüz, harada dayandı 5 faiz saydıq? Mənfi 4. Elə biz də cavab bayaq tapmışıq. Neçə? Mənfi 4. İndi toplanmasını yazmıram. Toplanması təbii ki, asandır. Ona görə onu yazmağa artıq bir ehtiyac yoxdur. Bu da oldu ədəd oxunda. Eləcə də tam ədədlərin, mənfi ədədlərin çıxılması, toplanması. Bir dənə qaldı vurulması və bölünməsi. Onları sürətlə deyəcəm. Çünki vurulma və bölünmədə elə adi qaydada vurub bölürük. Sadəcə orada işarəsini bilməliyik biz. Məsələn, müsbət ədədi vuranda müsbət ədədə, yekunda cavabım nə olacaq? Müsbət. Müsbət ədədi mənfi ədədə vuran zaman olacaq yekun cavabım mənfi. Sonra mənfi ədədi mənfi ədədə vuran zaman yenə cavabım olacaq nə? Müsbət. 2 mənfi hər zaman yadınızda saxlayın. Müsbət edir. Bu da belə. Vurmada adi qaydada vururuq. Məsəl üçün, bir dənə nümunə yazın. Mənfi 2 vurulsun, məsəl üçün 4. 2-ni 4-ə vuranda neçə edir? 8. Biri mənfi, biri müsbət olduğu üçün yekunda cavabım nə olacaq? Mənfi olacaq. Bu şəkildə də yaza bilərsiniz. Yenə bölünməsi də eyni ilə müsbət bölünsün, müsbət, yenə müsbət eləyəcək. Sonra müsbət bölünsün, mənfi, yenə mənfi eləyəcək. Bir müsbət, bir mənfi olanda cavab hər zaman mənfi eləyir. Amma hər ikisi müsbət və yaxud da hər ikisi mənfi olan zaman yenə cavab nə olacaq? Müsbət olacaqdır. Bunu da yadda saxlayarsınız. Sonra biz keçək, bizdə başqa orada deyiləsi qaldı mənfi ədədlər, əks ədədlər daha doğrusu. Əks ədədlər haqqında danışaq. Bəzən əks ədədləri tam ədədlərlə qarışdırırlar. Məsəl üçün, onu qarışdırmağa ehtiyac yoxdur. Yəni, bu belisi adi və onluq kəsrlərdə mən qeyd eləmişdim tərs ədədlər nədir, mənfi ədədlər hansılardır, yenə qeyd eləyək. Məsəl üçün, deyirəm 2-nin əksi, buradan yazaq əksi, olacaq mənfi 2. Məsəl üçün, mənfi 5-in əksi olacaq artıq müsbət 5. Deməli, əksi deyəndə sadəcə qarşısına mənfi yazırıq. Məsələn, 2-dirsə qarşısına mənfi yazanda nə olacaq? Mənfi 2. Mənfi 5 isə qarşısına mənfi yazanda olacaq mənfi 5. Olacaq 2 mənfidə mötərizəni açanda nə eləyir? Müsbət eləyir. Olacaq nə? Müsbət 5. Bu əksidir. Tərsi nə deməkdir? Məsələn, deyirəm 2-nin tərsi, buradan yazıram tərsi, olacaq nə? 2-də 1. Və yaxud da ki, mənfi 5-in tərsi artıq 5 deyil, mənfi 5-də 1-dir. Ümid edirəm, bunu da yadda saxlayarsınız. Yəni, tərsi ayrıdır, əksi ayrıdır. Məsəl üçün, mən deyirəm ki, 7-nin tərsi eyni zamanda da əksini yazın. Məsələn, 7-nin tərsi, buradan yazalım, tərsi və əksi. Olacaq mənfi 7-də 1. Aydınlığa bax, ikisini də eyni zamanda yazın. Tərsini yazıq, sonra da əksini yazın. Bu da oldu belə. Bir deyirəm, belə.
Bu da oldu tərsi və əksi qarşıdurması. Əslində mən şagirdlərə deyəndə tərsinə deyəndə elə bil tərsinə düşür da, baş ayaq şəkildə düşür. Yəni tərsini elə yadda saxlayın. Əksi isə elə bil özünə baxır da, güzgü. Sadəcə bir dənə nəyi var? Burada qarşısına mənfini qoyuruq. Olur onun əksi. Bu da belə. Sonra keçək biz ədədin tam hissəsi və kəsr hissəsindən danışaq. Ən lazım olan hissələrdən biridir. Ədədin tam hissəsi nə deməkdir? Məsəl üçün 2,8. Bunun tam hissəsi olacaq 2, kəsr hissəsi olacaq 0,8. Yadınızda saxlayın, kəsr hissə heç vaxt mənfi ola bilməz. Deməli, buradan yadda saxlayaq. Ədədin özü, tutaq ki, A ədədi, bərabər tam hissəsi üstə gəlsin, kəsr hissəsi. Bax, bu mötərizə tam hissəni göstərir, bu mötərizədə kəsr hissəni göstərir. Ədədin özü bərabərdir, tam hissə üstə gəlir kəsr hissə. Həqiqətən, məsəl üçün, 2,8 bərabərdir, tam hissəsi 2 üstə gəlsin nəyə? 0,8. Doğrudurmu? Bəli, tam hissəni gəldik üzərində kəsr hissəni, oldu bizdə nə? Ədədin özü. İndi keçək, tutaq ki, mənfi ədəddə biraz fərqlidir, orada diqqətli olaq. Məsələn, deyirəm, mənfi 3,6. Mənfi 3,6. Biz dedik ki, kəsr hissə hökmən nə olmalıdır? Müsbət olmalıdır. İndi biz burada artıq mənfi 3 ilə mənfi 0,6 götürə bilmərik. Kəsr hissə onda mənfi olur. O zaman biz neyəcəyik? Yadda saxlayın. Əgər mənfi 3-ü keçibsə artıq, 3,6-da mənfi 3 keçibsə, onu tamamlayıq neçəyə? Mənfi 4-ə. Mənfi 4-ə tamamlayıq. İndi mənfi 4-ün üzərində biz müsbət neçə gəlsək, mənfi 3,6 eləyir. Təbii ki, müsbət 0,4 gəlsək, eləyəcək mənfi 3,6. Deməli, mənim ədədimin özü, yazıram elə buradan düstura əsasən, 3,6 bərabərdir. Tam hissə mənfi 4 olacaq, üzərinə gələcəm nəyi? Kəsr hissəni, yəni 0,4. Bu da eləyəcək mənfi 3,6. Yadımızda saxlayırıq, kəsr hissə mənfi ola bilməz. Mənfi ola bilməz deyə, onda artıq biz həmin ədədi bir vahid artırıq tam hissəni. Burada mənfi 3 yox, olacaq nə? Mənfi 4. Və yaxud da belə də qısaca yadda saxlaya bilərsiniz. Artıq mənfi 3-ü keçibsə, bunun tam hissəsi olacaq mənfi 4. Və yaxud da mən yazıram bura mənfi 5,2. Bu artıq mənfi 5-i keçib deyə nə yazırıq tam hissəsinə? Mənfi 6. Kəsr hissəsi də artıq olacaq necə? 0,8. Çünki mənfi 6-nın üzərində 0,8 gəlində mənfi 5,2 edir. Bu da belə. İndi burada bəzən testlərdə belə desək, kök altında ifadələr verirlər. Ona uyğun da bir dənə yazıram. Məsələn, yazıram burada kök altında 5 çıxılsın 1. Soruşur ki, bu ədədin tam hissəsini tapın. Bundan əlavə bir dənə burada nümunələr yazım. Birinci kök altına aid. Məsələn, kök altında 11. Təbii ki, bu təqribi bərabər olacaq. Məsələn üçün, kök altında yazıram 56. Və s. sonsuza qədər misal çəkmək olur. Məsələn, kök altında 11 sən artıq bilməlisən ki, tam hissəsi neçədir? Yəni, necə bilə bilərik? Kök altında 11, biz bilirik ki, 9-dan kök altında tam çıxır, yəni 3 olur. Kök altında 9 tam çıxır, 3 olur. Sonra bir də 11-dən böyük 16-dan tam kök çıxır da, bundan da 4 çıxır. Kök altında 11 nədir? 9-dan 16-nın arasında. Bunda 3 çıxırdı, buradan 4 çıxırdı. Kök altında 11 də bunların arasında olduğu üçün artıq deyəcəyik 3 tam onda 3 olsun. 3 tam onda 4 olsun. Təqribən 3 ilə 4 arasında yerləşir. Yəni 3 tam artıq neçə olur, onu dəqiq deyə bilmərik. Yəni kalkulyatorla təbii ki, hesablamaq lazımdır. Yəni olacaq 3 tam neçəsə. Yazıram tutaq ki, 3 tam onda 4 və s. Sonra kök altında 56. Artıq burada tam hissə, bu arada onu da qeyd edək. Tam hissə artıq burada olacaq 3, kəsr hissə olacaq nə? 0,4. Sonra keçək 0,56. 0,56 nə idi? Kök altında 56. Kök altında 56 hansı ədədlər arasında yerləşir? Gəlin yazaq. 56-dan kiçik 49-dan kök çıxır tam. 56-dan böyük bir də 64-dən tam kök çıxır. Birindən 7 çıxır, birindən 8 çıxır. Kök altında 56 da bunların arasında olduğundan olacaq təqribən 7 tam onda 3. 7 tam onda 3. Burada yazıq 7 tam onda 3 və s. yenə davam edir. Təbii ki, icrasional ədəddir. Burada da tam hissəsi 7 olacaq, kəsr hissəsi ilə olacaq 0 tam onda 3 və s. davam eləyir. İndi keçək, bəs kök altında 5 çıxılsın 1-in tam hissəsi nədir, kəsr hissəsi nədir, ona baxaq. Deməli, biz burada belə bir düstur yazmışdıq. Ədədin özü bərabərdir. Tam hissə üstə gəlsinə, kəsr hissə. İndi mənim ədədimin özü neçədir? Kök altında 5 çıxılsın 1. Bu mənə verilən ədəd. İndi məndən soruşur, bunu tutaq ki, kəsr hissəsini tap. Deməli, mən kəsr hissəni tapmaq üçün
Və buradan yazıram həmin düsturu qırmızı ilə. Kəsr hissəni mən buradan tapsam nə olacaq? Olacaq A bərabər. Tam hissəni keçirərəm digər tərəfə. Olacaq A çıxılsın tam hissə, yəni A. İndi gəlin bu düsturdan istifadə edək, biz ədədimizin kəsr hissəsini tapaq. İndi deməli mən ədədimin özündən nə çıxmalıyam? Tam hissəni. İndi gəlin ədədimin özü var. Kök altında 5 çıxılsın 1. Bu mənim ədədimin özü. İndi gəlin bunun tam hissəsini tapaq və həmin ədəddən çıxaq. Kök altında 5-dən yazıram, təqribən çıxır. Kök altında 4-dən 2 çıxır. 5 də 4-dən böyük olsun. 2 tam 10-da 2 olsun. Təqribən 2 tam 10-da 2 çıxır. Deməli tam hissə oldu necə? 2. Deməli sonra məndə nə var? Çıx 1 var. Həmin bu 2 tam 10-da 2-dən də yekununu inəcəm, çıxacam 1-i. Qalacaq təqribən 1 tam 10-da 2 və s. dövr eləyir də. Aha, burada indi yekun olaraq kök altda 5 çıxılsın 1-in tam hissəsi neçə oldu? Baxın. Göyünə yazdım. Tam hissəsi yekun olaraq neçə oldu? 1 oldu. Deməli mən ədədimin özündən buradan yazıram. Kəsr hissə A bərabər. Ədədimin özü, yəni kök altında 5 çıx 1-dən. Çıxacam tam hissəni. Tam hissəni neçə tapmışdıq? 1 tapmışdıq. Çıxacam yekunda 1. Bu da bərabər olacaq. Kök altında 5 çıxılsın 1-dən də -1-dən -1 çıxanda nə olacaq? -2. Kök altından 5 çıxılsın 2. Deməli mənim kök altında 5 çıxılsın 1 ədədimin kəsr hissəsi nə oldu? Kök altında 5 çıxılsın 2. Əslində biraz diqqətlə baxsaq uşaqlar, burada çox da fərqli bir şey yoxdur. Niyə? Nə mənada deyirəm? Yəni biz kök altında 5-dən tam olaraq neçə çıxartdıq? 2 tam neçəsə. Yəni burada artıq tam hissə 2-dir də. Deməli mən yekunda kök altında 5-dən nə çıxmalıyam yekun olaraq? 2 çıxmalıyam ki, burada nə qalsın? 0 tam 10-da 2, 3, 4 davam eləsin də. Elə biz neynədik? Kök altında 5-dən çıxdıq neçə? 2. Belə də özünüz üçün tapıb yoxlaya bilərsiniz və yaxud da bu düsturla, verdiyim düsturla bütün ədədlərin belə desək, tam hissəsini, kəsr hissəsini tapa bilərsiniz aydın şəkildə. Məncə tam və kəsr hissə haqqında bu qədər ümid edirəm başa düşdünüz. Hər hansısa bir sualınız olsa yenə yaza bilərsiniz. Çalışdığım qədərilə mövzuya aid testlərin izahını çəkib paylaşacağam. Elə bir fikrim var. Ümid edirəm yorumlarda qeyd edərsiniz, fikirlərinizi bölüşərsiniz. Biraz dərs izahına açıq desək az baxılır, amma bilirəm ki, baxanlar var. Çünki yorumlarda qeyd edirsiniz davamı gəlsin deyə. Ümid edirəm bunun sayı çoxalar təbii ki. Çalışdığım qədər həmin mövzuda ən əsas yerlər haradır, oranı vurğulamağa çalışıram, nümunələr çəkməyə çalışıram ki, siz daha yaxşı biləsiniz. İnşallah yenə fikrim var, dediyim kimi həmin mövzuya aid testlərin izahını da mövzu sınaqlarında paylaşım. Məncə o daha çox belə desək izlənməcələr, yəni daha çox baxarsınız, daha çox sizə yararlı olar. Yəni burada tək izlənmə sayına görə yox, təbii ki, bir var. Belə desək, izləyicilər daha çox izləsin, daha çox onlara xeyir gəlsin. Bir də var, izləyicilər tərəfindən daha az izlənilsin. Yəni, daha az izlənmə artıq, belə desək, daha çox, yəni bizim burada qarşılığında pul almırıq, bir şey etmirik. Bizim bir məqsədimiz var, sizə kömək eləməkdir. Yəni, biz burada az izlənirsə, deməli, biz sizə az kömək eləyirik. O baxımdan, görəkdən, inşallah izləmələr çoxalsa, ardın gətirəcəyik. Yox, yenə izləmə sayı az olsa, yəqin ki, mövzu izahlarını biraz azaldacağıq. Daha çox mövzuya aid sınaqlar, mövzu sınaqlarının izahını paylaşacağım. Görəkdən necə olur, yorumlarda qeyd eləyin. Ümid edirəm, bura qədər izləyənlər həqiqətən fikirlərini bölüşəcəklər bizimlə. Həm də test etmiş olaraq da görək kim bura qədər izləyib. Sonra keçək ədədin moduluna. Zaryadkamız biraz azalıb. Ümid edirəm çatdırarıq. Deməli, ədədin modulu nədir? Ədədin modulu ümumiyyətlə modul məsafə deməkdir. Ədədin modulu həmin ədədin məsafəsi nəzərdə tutulur. Məsəl üçün, modulda heç zaman mənfi çıxmaz. Amma şərt var ki, mənfi çıxa bilər. Orada əlavə şərtlərdə qeyd eləməliyik. Məsələn, yazıram modulda A bərabərdir. Burada 3 halı ola bilər. Əsasən 2 hal baş verir. A deməli, modulda A-dan A çıxa bilər. Nə zaman? A 0-dan böyük olan zaman. Moduldan 0 çıxa bilər. Nə zaman? A 0-a bərabər olan zaman. Moduldan mənfi A çıxa bilər. Nə zaman? A 0-dan kiçik olan zaman. Mən yazıram ki, modulda mənfi A bərabərdir. Nə olacaq burada? Müsbət A-ya bərabər olacaq və yaxud da müsbət A nəyə bərabər olacaq? Elə A-ya bərabər olacaq. Amma yox, mən burada yazıram ki,
A sıfırdan kiçikdir və modulda A nəyə bərabərdir? Artıq burada müsbət A-ya bərabər deyil. Burada mənfi A-ya bərabərdir. Bax, diqqətli ol. Biz hər zaman deyirik ki, modulda müsbət çıxacaq. Bəli, doğrudur. Amma əlavə şərt verilərsə, artıq modulda müsbət çıxa bilməz. Modulda zaten müsbət çıxır. Amma əlavə şərt olaraq A sıfırdan kiçik olduğu üçün qarşısına bir dənə də mənfi yazır. Və o mənfi yazanda artıq sənin ədədin nə olur? Mənfiyə çevrilmiş olur. Bu təbii ki, ifadələr şəklində yazanda belədir. Amma yoxsa normalda, məsəl üçün, modulda mənfi 5-dən 5 çıxacaq və yaxud da modulda 5-dən yenə müsbət 5 çıxacaq. Bu, ədədlərə aid deyil. Əlavə şərt olaraq verilsə ki, bu şəkildə, yuxarıda yazdığım şəkildə, onda sən neyinirsən? Modulda A-dan artıq mənfi A çıxardırsan. Bu da oldu bu şəkildə. Bu da oldu bizim modulumuz. Yəni, dediyim ki, modul məsafə deməkdir. Biz də bilirik ki, təbii ki, məsafə mənfi ola bilməz. Ona görə də biz hər zaman moduldan nə çıxardırıq? Müsbət çıxardırıq. Məsəl üçün, modulda mənfi 2 əslində niyə 2-yə bərabərdir? Bunu hər dəfə yazmırlar, amma bunun əsl açılışı belədir. Mənfi 2 və 2 mənfi olduğu üçün olur müsbət 2. Və yaxud da modulda mənfi 7 əslində mənfi 7-dir. Yəni, mənfi özünə bərabərdir və bu da bərabər olur nəyə? Müsbət 7. Yəni, əslində açılış, real açılış bax bu şəkildə. Sadəcə biz hər dəfə bunları yazmırıq, elə birbaşa müsbətini çıxardırıq. Sonra modul daxilində bəzi ifadələr var. Məsəl üçün, tutaq ki, yazıram. Kök altında 6 çıxılsın 3, üstə gəlinsin. Kök altında 6, üstə gəlinsin 2. Məsəl üçün, belə bir ifadə verir. Gəlin görək, bunun açılışı necə olacaq? Deməli, sadəcə bir dəfə deyəcəm, yadınızda saxlayın və bu bütün modul ifadələrinə aiddir. Modul daxilində ifadənin işarəsi mənfi olarsa, onu mənfi özünə bərabər götürmək lazımdır. Qutardı, getdi. Yenə deyirəm, modulun daxilindəki ifadənin işarəsinə baxırsınız. Modul daxilindəki ifadənin işarəsi mənfi olarsa, mənfi özünə bərabər götürürsünüz. Yox, müsbətdirsə, elə olduğu kimi də saxlayırsınız. Nə varsa onu yazırsınız. Moduldan azad edirsiniz. Deməli, mən baxıram, kök altında 6-dan, təqribən biz bilirik ki, çıxır neçə? 2,7 və s. təqribən davam edir. Ondan 3 çıxanda, yəni 2,7-dən 3 çıxanda, 2,7 3-dən kiçikdən, kiçik ədəddən böyük ədəd çıxanda nə olacaq? Yekun cavab mənfi olacaq. Biz sadəcə işarəsinə baxırıq, hesablamağa ehtiyac yox. İşarəsinə baxdıq. Deməli, birinci modulun içərisində nə oldu? Mənfi olmuş oldu. Keçirəm ikinci modul daxili ifadənin işarəsinə. Kök altında 6 2 neçəsə deməkdir. Onda üzərində müsbət bir ədəd gəlir. Zaten müsbət olacaqdır. Müsbətlə müsbət toplayanda yenə eləyəcəyinə müsbət. Dedim ki, mənfi olarsa mənfi özünə bərabər götürürük. Yəni olacaq mənfi kök altında 6 çıxılsın 3-ün. Qarşısına bir dənə nə yazdıq? Mənfi yazdıq. Bunu da üzərinə gələcəm. Dedim, modul daxilində müsbət olarsa nə olacaq? Olduğu kimi azad edirik modulda. Yəni, kök altında 6 plus 2. Görürsünüz, heç bir dəyişiklik eləməli. Mənfi olanda sadəcə qarşısına bir dənə mənfi yazıb çıxardır. Buradan mənfini açanda işarələr əksinə dəyişəcək. Olacaq 3 çıxılsın kök altında 6. Üstə gəlsin kök altında 6 plus 2-yə. Buradan plus kök altında 6 minus kök altında 6 bir-birlərini islah gedəcək. 3-dən də 2-ni toplayanda eləyəcək 5. Deməli, bu ifadənin yekun cavabı neçə oldu? 5 olmuş oldu. Bəzən şagirdlər birbaşa çevirirlər. Məsəl üçün, modul daxilində mənfi olanda birbaşa olaraq artıq burada yazırlar 3 çıxılsın kök altında 6. Çünki qarşıda mənfi olanda orada işarələr dəyişir axı. Düzdür, bu 99% hər zaman belə olacaq. Bəzi hallarda var, çalışın siz açılışı bu şəkildə yazın. Bəzi hallarda qarışdırırlar uşaqlar, bəzi hallarda daha qarışıq bir modul ifadə verirlər, orada qarışdırırlar. Ona görə siz, bəzi misallarda var, heç düz çıxmır. Ona görə çalışın, bu şəkildə yazın, ondan sonra yerlərini dəyişdirin, mötərizəni açın, proses davam eləsin. Bu da oldu modula aid nümunələr. Sonra biz keçəcəyik nədə? Ədədin standart şəklinə. Ədədin standart şəkli, uşaqlar, ədədin standart şəkli nə deməkdir? Baxın, burada yazıram. R bərabərdir, fərqi yox, nəyin işarə edilir? R, ədədin özü bərabərdir, yəni R bərabərdir. A vurulsun 10 üstündə N. Deməli, burada R ədədin özüdür. Sonra burada A. Biraz yaxşı yazaq. A qiymətli isə, qiymətli
hissə. Sonra burada n də olacaq nə? Tərtib. Tərtib, ədədin tərtibi. Bu da oldu belə. İndi biz burada yazaq A hansı aralıqda dəyişir? A ondan kiçik olmalıdır. Sonra A böyük bərabər olmalıdır. Nədən? 1-dən. Bu da belə. Bu aralıqda dəyişmir. Nümunə çəkeyim. Məsəl üçün yazıram 4800. Bunu standart şəkildə yazaq. Ədədin özü bərabərdir. Qiymətli isə, yəni A-nı neçə götürə bilərəm? A-nı burada məsələn 0,48 götürə bilmərəm. Çünki bu aralıqda, verilən aralıqda dəyişmir. Və yaxud da A-nı 48 vurulsun 10 üstü neçəsə götürə bilmərəm. Çünki 48 1 ilə 10 arasında deyil. Deməli A-nı hardan götürməliyəm? Vergülü buradan atacağım. Yəni olacaq 4,8 vurulsun 10 üstündə. Artıq biz burada neçəyə vurmalıyıq ki 4800 eləsin? Və yaxud da saya da bilərsiniz. 1, 2, 3. 3 vahid saydıq deyə olacaq 10 üstü 3. Deməli, sənin qiymətli hissən oldu 4,8, tərtibin də oldu 2. Və ədədin də özü təbii ki, onu bizə verir, olacaq 4800. Bu da oldu belə. Ədədin standart şəkli. Və yaxud da bunu bu şəkildə də verə bilərlər. Bir dənə də belə nümunə çəkir. Məsələn, 0,52. Bunu standart şəkildə yazaq. Burada artıq götürəcəyik, vergül çəkəcəyik 1, 2 vahid olacaq 5,2. 5,2 verilən aralıqdadır. Vurulsun 10 üstündə. Artıq biz soldan sağa gəldiyimiz üçün mənfi olacaq üstündə. 1, 2 vahid gəldik. Baxın, 1, 2. Olacaq nə? Mənfi 2. Həqiqətən bölməliyik ki, sol tərəfə geçsin də. Vergül yenidən 0,52 olsun. Deməli, oldu 5,2 vurulsun. 10 üstü mənfi 2. Burada bu arada onu da qeyd edirik. N daxildir z-ə, yəni tam ədəd mənfi də ola bilər. Qamız azaldı. Burada qiymətli hissə olacaq 5,2, tərtibdə olacaq neçə? Mənfi 2. Bu da belə ədədin standart şəkli. Bunlara da aid nümunə çəkdik. Təbii ki, burada nümunə çəksək çox olar. Ona görə deyirəm ki, burada mən bacardığım qədər nümunələr çəkirəm, amma buna aid fərqli versiyalarda testlər var kifayət qədər. Ona görə çalışacağam həmin mövzunun mövzu izahından sonra, dərs izahından sonra test izahında paylaşım. İnşallah vaxt eləsək, təbii ki, vaxt açısından, biraz şərait açısından təbii ki, imkanımız olsa onu da edəcəyik. Bu da oldu nəyi? Ədədin standart şəkli. Sonra başqa həqiqi ədədlərdə biraz da qüvvət və kök altı ifadədən danışaq. Ümumiyyətlə, yadınızda saxlayın, kök altında heç vaxt mənfi olmaz cüt dərəcədən. Məsəl üçün, deyirlər, uşaqlar bəzən psixoloji olaraq əslində belə başa düşürlər. Məsələn, deyirsən ki, kök altında mənfi olmaz, amma qaydada izah edəndə deyirsən, məsələn, tək dərəcədən tutaq ki, mənfi ola bilər və buradan mənfi tutaq ki, 3-cü dərəcədən mənfi 8-dən mənfi 2 çıxır da. Uşaqlar amma bunu algılamırlar da. Elə sadəcə hipnoz kimi başa düşürlər ki, yox da, bunun dərəcəsi tək də olsa, cüt də olsa, yəni kök altında mənfi olmaz. Yox, kök altında mənfi olmaz, amma tək dərəcədən olsa mənfi yaza bilərəm. Ona görə diqqətlə qulaq asın. Cüt dərəcədən cüt dərəcədən hər zaman nə çıxacaq? Modulda həmin ədədin özü çıxacaq. Məsəl üçün, tutaq ki, ikinci dərəcə yazmayaq da, biraz yazılmır. 4-cü dərəcədən mənfi 8 üstü 4. Bu olacaq nə? Modulda mənfi 8 və bundan çıxacaq nə? 8. Görürsən, modul daxil idi. Kök altında görürsünüz, cüt dərəcədən mənfi də yazdım. Amma nə çıxdı? Yekunda müsbət çıxdı. Və yaxud da cüt dərəcədən, tutaq ki, 8-ci dərəcədən mənfi 2. Bax, burada artıq bunun mənası yoxdur. Yəni, bu ifadə ümumiyyətlə mənası yox. Cüt dərəcədən kök altında mənfi olmaz. Amma biz bu şəkildə yaza bilərik. Və yaxud da bu şəkildə yaza bilərik. Hər zaman nə çıxır? Modulda çıxır. Və yaxud da cüt dərəcədən bir də müsbət yazaq. Məsələn, kök altında 16. İkinci dərəcədən. Bundan nə çıxacaq? Müsbət 4 çıxacaq. İndi bu oldu cüt dərəcədən. Bu birinci hal. Keçək indi tək dərəcədən olanda nə olacaq? Tək dərəcədən olanda rahatdır. Elə nədirsə özü də çıxacaq. Məsəl üçün, yazıram birinci tək dərəcədən, yəni 2n-1 kök altında A olacaq. Bunu da qüvvətini yazaq. 2n-1 olacaq nə? Elə A-nın özü. Yəni, məsəl üçün, tək dərəcədən, 3-cü dərəcədən olsun mənfi 4-ün üstü 3. Bu bərabər olacaq mənfi 4-dən. Sonra bir dənə də nümunə çəkək. Məsəl üçün, tək dərəcədən, məsələn, mənfi 3-dən, tək dərəcədən mənfi 8.
Buradan artıq nə çıxacaq? -2 çıxacaq. Aydındır. Baxın, fərqli versiyalara aid hər birindən nümunə çəkdim. Yəni, tək dərəcədən kökün altında mənfi də ola bilər, müsbət də ola bilər. Cüt dərəcədən isə artıq mənfi ola bilməz. Amma mənfi varsa, onun da qüvvəti cüt olmalıdır ki, sən artıq orada modulda neynəsən, müsbət həmin ədədi çıxarda bilərsən. Müsbət də olarsa, cüt dərəcədən müsbət bir ədəd çıxacaq. Sadəcə olaraq bir qayda olaraq yadda saxlayın ki, cüt dərəcədən kök altında mənfi ola bilməz. Bu da oldu tək dərəcədən. İndi keçək kök altı ifadələrə aid bəzi qaydalar yazaq. Məsəl üçün, yazıram kök altında A bərabər olacaq nəyə? Bu da yazaq. N də yaza bilərik, bu şəkildə yaza bilərik. A üstü nə olacaq bu? Kəsrinə yazsaq, A üstü 2-də 1 olacaq. Və yaxud da ki, yazıram kök altında, məsəl üçün, 3-cü dərəcədən B nəyə bərabərdir? B üstü nəyə? 3-də 1-ə. Həmin bu məxrəc kökün dərəcəsi olur. Sürət isə burada verilən ifadənin, belə desək, qüvvəti olur. Məsəl üçün, bir dənə nümunə yazıram. Kök altında tutaq ki, 5-ci dərəcədən 2. Bu nəyə bərabər olacaq? 5 üstü 5-də 2. Görürsünüz, dərəcəni məxrəcə yazdım. Həmin ədədin qüvvətini isə sürətə yazdım. Belə bir qaydamız var. Sonra kök altında ifadələri, məsələn, kök altında A vurulsun, kök altında B bərabər olacaq kök altında, yəni bir kök altında yaza bilərsiniz. Sadəcə olaraq nə olmalıdır? Dərəcələri eyni olmalıdır. Tutaq ki, bunda dərəcəsi eynidir, bunda dərəcəsi eynidir. Onda olacaq kök altında n-ci dərəcədən A vurulsun B. Eyni zamanda bölünməsi də aiddir. Qarşısına yazaq. Məsələn, kök altında n-ci dərəcədən A bölünsün kök altında n-ci dərəcədən B. Bunları bir kökdə yaza bilərəm. A bölünsün B n-ci dərəcədən. Sonra kökün dərəcəsini və ədədin qüvvətini eyni bir ədədə vura bilərəm. Tutaq ki, kök altında A-dır, n-ci dərəcədən. Mən bunu bu şəkildə yaza bilərəm. N-i də bir müəyyən bir m ədədinə vura bilərəm. A-nın qüvvətini də müəyyən bir m ədədinə vura bilərəm. Və yaxud da eyni zamanda bölə də bilərəm. Məsəl üçün, mən deyirəm, 6-cı dərəcədən A üstü 2 nəyə bərabərdir? 6-nı da 2-ni də 2 ixtisar aparıram. Qalır 6-nı 2-yə bölündə 3, 2-ni 2-yə bölündə 1. Yəni, qalacaq nə? A üstü 1. Yəni, hər birini eyni bir ədədə bölə də bilərəm və yaxud da burada göstərdiyim kimi vura da bilərəm. Sonra, başqa burada elə xüsusi bir qeyd qalmadığını düşünürəm. Sonra keçək nəyə? Qüvvətə. Qüvvətə necə olacaq? Tutaq ki, İlkindən başlayaq. A üstü 0, istənilən ədədin üstü 0 1-ə bərabərdir. İstənilən ədədin üstü 1 həmin ədədin özünə bərabərdir. Məsəl üçün 5 üstü 0 1-dir və yaxud da 6 üstü 1 elə 6-ya bərabərdir. Sonra istənilən ədədin, belə desək, qüvvəti, məsəl üçün A üstü n vurulsun B üstü n. Onda bu olacaq, bax, bu şəkildə. Qüvvətləri eynidirsə, ədədlər fərqlidirsə, onda elə A-nı vurasınız B-yə, yekunda n-i qüvvətdə yazarsınız. Məsəl üçün, yazıram 2 üstü 7 vurulsun 3 üstü 7-yə. Bu nə olacaq? 2-ni vurasınız 3-ə, 6 eləyəcək, qüvvəti də dəyişmədən üzərinə yazıram 7. Sonra başqa nə ola bilər? Bu səfər ədədlər eyni olar, qüvvətləri fərqli olur. Bu zaman toplanır qüvvətlər. Məsəl üçün, yazıram A üstü n vurulsun A üstü n. Nəyə bərabərdir? Olacaq A üstü n plus n. İndi yazıram, məsəl üçün, 5 üstü 3 vurulsun 5 üstü 8. Yekunda olacaq nə? 5 üstü 3 plus 8. Yəni, bu da neçə eləyir? 5 üstü 11. Bu da belə. Yəni, eyni ədədlər bir-birinə vuranda onların nə olur? Qüvvətləri toplanılır, yuxarıda yazılır. Bölən zamanda üstlər çıxılır. Məsəl üçün, A üstü n bölünsün A üstü n. Bu olacaq A üstündə n çıxılsın. Məsəl üçün, 5 üstü, laf fərqli də yazaq. 8 üstü 7 bölünsün 8 üstü 3. Bu olacaq 8 üstü 7 çıxılsın 3. Yəni, 8 üstü 4 qalacaq. Bu da belə. Bu da qüvvətə aid xassələr. Sonra, məsəl üçün, belə də ola bilər. Məsələn, A vurulsun B üstü n. Mötərizəni açanda həm A-ya aid olur, həm B-yə aid olur. Eləcə də bölünməsində də eyni haldır. N olarsa, olacaq A üstü n bölünsün B üstü n. Sonra qüvvətin qüvvəti nə olacaq? Məsələn, A üstü n-in üstü n. Bu nə olacaq? A üstü n vur n. Məsəl üçün, deyirəm, 2-nin kubu, onun da üstü 4. Nə olacaq? 2 üstü 3 vurulsun 4. Yəni, 2 üstü 12. Yəni, toplamırıq, bir-birinə vurur. Qüvvətin qüvvəti hər zaman bir-birinə vurulur. Bu da belə.
Sonra bir də qeyd eləyək, burada xırda nüanslar qaldı, onu da deyək, artıq yekunlaşdıraq. İndi baxacağım yenə hər hansı bir hissə qalsa onu da izah eləyəcəm. Məsəl üçün, A üstü mənfi 1 nə deməkdir? Həmin ədədin tərsi. Məsəl üçün, A-da 1, yəni 2 üstü mənfi 1 o deməkdir ki, həmin ədədin tərsi, yəni tərsini çevirik, məxrəcdə yazırıq. Məsəl üçün, A üstü, tutaq ki, mənfi 2 nə deməkdir? Bu olacaq 1 bölünsün artıq nə? A kvadratı. Deməli, yazıram məsəl üçün 3 üstü mənfi 2 nə demək olacaq? Bu 3 üstü mənfi 2 deyəndə bu olacaq nə? Birinci belə yazaq. 1 bölünsün 3-ün kvadratı. Bu da eləyir nə? 1 bölünsün 9. Və yaxud da belə də yaza bilərsən. 3 üstü mənfi 2 deyil. Bunu yazarsan 3 üstü 2, 10 üstü mənfi 1. Bu da olacaq 3-ün kvadratı 9, 10 da üstü mənfi 1. Bu da eləyir nə? Yekunda yeni 9. 9-da 1. Və yaxud da belə yaza bilərsən, bax. Yaza bilərsən 3 üstü mənfi 1, 10-un üstü 2. Yenə bu mötərizəni açanda qüvvətin qüvvəti bir-birinə vurulmur. Yenə 3 üstü mənfi 2 eləməyəcək, mənfi 1-i 2-yə vuran. Bəli. Onda 3 üstü mənfi 1 nə eləyir? 3-də 1. Dəqiqə, sərqəli yazaq. Bir də bunun üstü nəyi var idi? Kvadratı var idi. 3-də 1-in kvadratı nə olacaq? 3-də 1 vurur, 3-də 1 eləyəcək nə? 9-da 1. Yenə eyni cavabı almış olduq. Bu da belə. Yəni, düşünürəm ki, artıq burada elə bir nüans yoxdur demədiyimiz. Bir də yadınızda saxlayın, 0-ın üstü mənfi heç vaxt ola bilmir. Məsələn, 0 üstü tutaq ki, 1 olsun, 0 üstü və yaxud da kəsir bir qiymət olsun, 0 üstü mənfi 2-də 1 olsun və s. Necə olur olsun. 0-ın üzərində hər hansısa mənfi bir qüvvət ola bilməz. Niyə? Çünki 0 onda məxrəcə düşəcək və məxrəcə düşəndə biz bilirik ki, 0-a bölmə yoxdur, məxrəcdə 0 olması mənası yox. Ona görə 0-ın üzərində qüvvətində heç vaxt mənfi ola bilməz. Mənfi üstü qüvvətinə baxılmır 0-ın. Bu da belə. Həqiqətlərə aid bu qədər. Mən düşünürəm ki, burada da elə bir nüans qalmadı. Hətta daha çoxunu dedik. Həqiqətlər bu qədər. Yəni, hər hansısa bir nüans olsa və yaxud da başa düşmədiyiniz yer olsa və yaxud da hər hansı bir hissəsini deməsək, yenə yorumlarda qeyd eləyərsiniz. Biz həmin izahına, həmin başa düşmədiyiniz yerə aid yenidən izah verərik və yaxud da test izahına baxarıq ki, siz daha aydın başa düşəsiniz. Bugünlük bu qədər. Sağ olun. Yenə qeyd etdiyim kimi PDF-lər Telegram kanalında olacaq. Onların cavablarını da atacağıq və çalışdığım qədər həmin mövzuya aid yeni mövzu izahlarını da YouTube-da çəkib paylaşım. Siz də yararlanasınız. Sağ olun. Abunə olmağı unutmayın. Fikir bildirsəz çox sevinərik. Özünüzə yaxşı baxın.